Mənim bu videoma mutanı və siğəni, əstəğfurullah, halal bilən beyinlər baxsın. Görürsən ki, Qurani-Kərimdə həqiqətən də nə qədər əsasdır. Yəni ki, kəbin örnəyini görürsənmi ki, iffətli qadın var, iffətsiz qadın var, amma tam iffətsiz bir qadın o başqadan. Biri var ki, Qurani-Kərimdə görürsən ki, Allah həqiqətən də bir dənə qadın əgər birbaşa zina eləməsə də ancaq öz ərinin, yəni ki, namusuna xələl gətirən hər hansı bəzi işləri görəndə Allah bildirir ki, ər qadına məsləhət verməlidir, daha sonra yatağa ayırmalıdır və daha sonra da hafifcə, yəni ki, ona qarşı, yəni o döymək deyil əslində, o sirkələmək kimi, yəni ki, əlin içindən yavaşca qorxuzurma, yəni bunu eləməsin, yəni bu mənada, yəni ki, bunu bəzi inancsız insanlar güya şiddət var deyirlər. Məsələn, Həzrəti Muhammed heç bir arvadını, yoldaşını döyməyib də, yəni və həmçində görürsən ki, nə qədər hədislər var ki, Peyğəmbər deyir ki, qadınlara dəyər verin, qiymət verin və Quran-Kərimdə Allah qadına qiymət verir ki, əmanət deyir Allahdan, yəni ümumiyyətlə Allah bunu bildirir. Yəni ona görə də bax bu cür, yəni görürsən ki, bu qədər yəni kəbin önəmlidir ki, bir insanın boşanmasını Allah istəmir də, yəni görürsən Allah bildirir ki, yəni ki, bir qadın hətta nəsə ədəbə ziyan gətirən bir iş görürsə, onu yenə də sən ona nəsə bildir ki, bunu eləmə, sonra yatağa ayır. Sonra da yəni bildir ki, o qadına, yəni belə deyək də onu hafifcə döy, yəni ki, burada bir uyarı var. Bu mənada, yəni burada məcaz var. Yəni bax bunu görürsən, amma bəziləri deyir ki, muta elə, 3 ay sonra nikah ilə boşa. Yəni sən burada kəbini ciddiyyətləşdirirsən. Allah Quranda isə bu qədər önəm verir evliliyə. Boşanmanı istəmir Allah.